Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Muğam müsabiqəsi əndə münsiflər eyni xal verirlər. Nəyinə baxım? Xalq artisti Alim Qasımov Haya Muğam televiziya müsabiqəsinin finalında yaşanan qalmaqala münasibət bildirib. Axşam az xəbər verir ki, bu barədə sənətçi daha aydın layihəsində danışıb. Qasımov niyə münsif kimi iştirak etməməsinə aydınlıq gətirib. Münsif olmağımla bağlı təkliflər var, lakin xasiyyətimlə bağlı istəmirəm orada uşaqların xətrinə dəyim və ya münsiflər məndən insinlər. Sonra özümü də anlayıram ki, bu sənə lazım idi. Orada özümdən asılı olmayaraq düz və ya əyrini deməliyəm. O da uşağın atası, əmisi deyəcək ki, yekə kişisən, onu niyə pərt etdin? Bunların dərdindən ac qarnım, dinc başım. İlqar Qasımova Ağır İtki Səhiyyə Nazirinin müavini İlqar Qasımova ağır itki üz verib. Ajans az xəbər verir ki, Qasımovun anası Validə Qasımova vəfat edib.